Hakim Gürcü Arzusu Partiyasının merliyə namizədi Daur İsmailov seçki qabağı təbliğat və təşviqat kampaniyasının yekun görüşünü keçirib. Marniuli şəhərində yerləşən Yenidə Böyüyəcəklər adlı park ərazisində baş tutan görüşdə şəhər və kəndlərdən gələn bir sıra vətəndaşlar iştirak ediblər. Görüşdə Daur İsmailovla yanaşı yerli və mərkəzi hökumət nümayəndələri, eləcə də parlament üzvləri iştirak ediblər. Əhali qarşısında çıxış edən Daur İsmailov hökumət tərəfindən həyata keçirilən layihələr və gələcək planlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, indiyədək bölgədə bir sıra infrastruktur layihələri reallaşdırılıb və bu istiqamətdə işlər gələcəkdə daha da sürətlə davam etdiriləcək. Seçki kampaniyası çərçivəsində biz yerli sakinlərlə görüşürdük. Bugün demək olar ki, bizim yekun görüşümüz baş tutdu və bir çox yerdən bura insanlar gəlmişdi. Onların motivasiyası, onların entuziazmı bizə həqiqətən də daha çox energiya verir və mən hər birinə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, 4 oktyabrda bizi inamlı qələbə gözləyir. Görüşdə iştirak edən Hakim Partiyanın digər nümayəndələri də Daur İsmailovu təcrübəli və perspektivli bir gənc kimi xarakterizə edərək 4 oktyabr tarixində vətəndaşları sülhə, əmin-amanlığa və daha çox inkişafa səs verməyə dəvət ediblər. Qeyd edim ki, seçki öncəsi təbliğat və təşviqat kampaniyası çərçivəsində biz əhali ilə bir çox görüşlər keçirdik, bir çox kəndlərdə olduq, bir çox qruplarla görüşlərimiz oldu və bugün Marniulidə yekun əhali ilə görüşümüzü keçirdik. Minlərlə insan bugün bizi dəstəkləmək üçün Marniulidə görüşə gəldi. Siz bilirsiniz ki, bizim namizədə qarşı əhalinin böyük sevgisi, böyük dəstəyi var və bu sevgini, dəstəyi bugünkü yekun görüşdə də hər birimiz gördük. Və mən əminəm ki, 4 oktyabrda, necə ki bu son görüşdə minlərlə insan bizi dəstək olaraq görüşdə iştirak etdi. Son görüşdə böyük qələbə əldə edəcək və 4 oktyabrda bizim həm merliyə namizədimiz, həm Sakrebuloya namizədlərimiz böyük qələbə əldə edəcək və ümumiyyətlə partiyamız qələbə əldə edərək 4 oktyabrda həm Marniulidə, həm 64 munisipalitetin hər birində bizim namizədlər qalib olacaq. Daur İsmailovu uzun müddətdir ki tanıyıram. O çox yaxşı namizəddir və gənc olmağına baxmayaraq ölkəmizin inkişafı və gələcəyi üçün bizimlə birgə mübarizə aparır. Mən əminəm ki, o bizim komanda ilə birgə Marniuli üçün çox yaxşı işlər görəcək. Görüşdə iştirak edən vətəndaşlar isə 4 oktyabr tarixində seçkilərdə iştirak edərək Hakim Partiyanın merliyə namizədini dəstəkləyəcəklərini bildiriblər. Bəli, namizədi dinlədik, proqramı dəyişdik, cavan oğlandır, gələcək onun çox gözəl görür bizim üçün. Belə təsəvvür edirik ki, o gələcək üçün, bizim Marniuli üçün gözəl bir işlər, layihələr gözləyir, onun hamısını həyata keçirməyə qadir bir oğlandır. Benim Daşdəbək kəndindən gəlmişik. Bu hökumətin həmişə dəstəyində durmaq ona görə lazımdır ki, Allah'a şükür qazımız var, suyumuz var. Kəndimizə gün sonra asfalt çəkiləcəkdir. Böyük tərəfindən hökumətimdən razıyam. Görüşümüz saxta çox gözəl oldu. Gəldik, görüşdük, tanıdıq hamıyı. Məqsədimiz nədir? Məqsədimizi bildik. Şükür Allaha yaxşı olar. Ayın 4-də hamımız bir səslə səs verəcəyik. Kəndimizdə problem var, yavaş-yavaş həll olar bana. O da təzə gəlir işə, gələn kimi onu sıxmaq olmaz. Biraz öyrənsin işə gücə, baxsın, tanış olsun, sonra tələb eləyər yolundan hər şeyi.